səhnəmizin Nazlı Pərisi bizim evimizin qonağıdır. Özü bilə, Nazpəri xanım elə yeməklər bişirir. Onu heç kəs bişirə bilməz. Elə ki, plov xanımın xoşuna gəlsin. Mənim gözüm istəyir. Yəqin ki. Yəqin çox bəyənər də. Bax, bəyənməsə efirdə deyəcəm ha. Beyləqan quzusun, mən inanmıram ki, bəyənməz. Beyləqan quzusu artıq. Necədir? Döşəmə eləyirsiniz, yoxsa? Yox, şah plov eləyir. Şah plov eləyirsiniz. Şah plov hazırlayam bu günlərim. Şah Gözəl plov. indi qiymət verərsiniz də inşallah. Qardaş, bu evdə sizdə mən kimdən soruşa bilərəm ki, çünki ilk dəfə yeməyinizi yeyəcək, sonra küsüb gedər, qalaram belə, yəni yemək zat yaxşı olmazsa. Sən mənə denən görüm, evdə kimdən bağlantı yarada bilərəm? Valla, heç belə deyim də, çox adam bilmir mən hal-hazırda verilişdə olduğumu. Bilmirlər, Yox, yox. Bax, mən olsaydım... Gecə gündüz... Televizorin qabağında Mən sizə bunu deyəcəyim. İlk dəfə efirə çıxanda mən yığmışdım bütün ailəmizi, papamı, mamamı ki, baxın, ekranın qarşısında oturun, televizorun qarşısında oturun. İlk dəfə çıxırsan, bir zəng eləyəydin də, Allah sənə kömək olsun. Restoranı tez açdığım üçün. Biraz qonaqlar, banketlər, zadlar var bu günə. Yenə vaxt elədim, dedim, sizin verilişə yəni ilk dəfə efirə çıxmısan, evə də bir xəbər verməmsən. Gecə günü çalışıram da, neyiniyim ki? Tək adam olda çalışıram. Allah ruzini bol eləsin. Çox sağ olun. O sənin açdığın o Beyləqan ailəvi restoran var ha. O restoranda müştəri sayı özdə hamısı xoş günlərlə belə yer tapmayasan, yazasan, seç şəklində. Çox sağ olun. Hər kəsin qulluğundayıq. Gəlsinlər. Nasper xanımın hansı mahnıları gedərik, bir Beyləqana da gedərik. Gedək mütləq. Mütləq. Bir gün buradadır. Neftçilərlə Bakıxanovun arasındadır. Hə, qəşəng özü bir Beyləqan ailəvi restoran. Şeydir, bura bax Seymur, Nasper xanımın hansı mahnıların? Nasper xanımın mahnılarını çoxum bəyənirəm. Elə onun xanımın mahnılarla böyümüşük biz. Allah canı sağ eləsin. Xoş oldu gördüm. Gözəl qalıb həmişə də gözəl olasın. Oy, elə gözəl idi ki. Nə deyim mən? Qalıb deyir, qalıb. Nə olubdu ki o qalıb deyəndə? Sizin sevginiz məni yaşadır. Deyim ki, o hər zaman gözəldir. Bir gündə qonağımız olarsınız Beyləqan restoranımızda. İnşallah. Bir gün Nasper xanım gedək ora, uşaqlar yığaq gedək. Kənd abu havası yaratmışam da açıq. Nə gözəl. Mən gələcəm, mütləq gələcəm. Yaxşı, indi Nasper xanım oxuyacaq, sən gel şahplovu tez pişir, görək. Bax, bəyənməsə, bax, efirdən deyəcəm. Xeyirli olsun inşallah, xeyirli olsun. İnanmam ki, bəyənəcək. Mən də inanam. Get tez şahplovu pişir.